Boşanmalar artır, doğumlar azalır, insanlar evlənmir, ailə qurmurlar. Görəsən həqiqətən də dünya əhalisinin sayını bilərəkdən azaldırlar. Yaşıtlarıma baxanda görürəm ki, bir çoxu evlənməyib, evli olanlar boşanıb. Əksəriyyətinin isə ya bir, ya da iki uşağı var. Əgər bütün bunlar planlı şəkildə reallaşdırılırsa, görəsən məqsədləri nədir? Gəl bəzi faktlara diqqət yetirək. Son 70 ildə dünya əhalisi sürətli formada dəfələrlə artdı. Əvvəl erkən yaşda ölümlər çox olurdu. Zamanla səhiyyə sistemi inkişaf etdi. Qidalanma imkanları yaxşılaşdı. Bəs texnologiyanın daha da inkişaf etdiyi tibbdə bir çox xəstəliklərə çarə tapıldığı halda əhalinin sayı niyə azalır? Yaponiyada orta yaş 49-dur. Çin ilk dəfə olaraq əhalisinin azaldığını rəsmən açıqladı. Avropada demoqrafik böhran yaşanır. Bəs bütün bunlar niyə baş verir? Kirayələr baha, ev almaq əlçatmaz, iş tapmaq çətindir. Maaşlar yetərli deyil. Qidalar daha çox hormonlu, paketli, kimyəvi maddələrlə doludur. İnsanlar stres içindədir, depressiya meyillidir. Hər addım başı ya psixoloqa, ya da apteklərə rast gəlirsən. Bunlara baxanda ailə qurmaq, uşaq böyütmək insana çətin görünür. Bəs görəsən bütün bunlar planlı olaraq qəsdən edilir? 15-20 il öncə tez-tez dünya əhalisinin kəskin artdığını deyir, bunu fəlakət kimi təqdim edirdilər. Bir çox televiziya kanallarında, filmlərdə, kitablarda bu məsələyə toxunulurdu. Güya ki, dünyanın resursları bu qədər insana çata bilməyəcək, böhran olacaq. Ancaq məsələyə diqqətlə baxanda, bir qədər araşdıranda, əslində dünyada resursların deyildiyi qədər az olmadığını, sadəcə düzgün bölüşdürülmədiyini anlamaq olur. Bunu rəqəmlərlə təsdiq edən araşdırmalar var. Düzdür, su ehtiyatlarının tükənməsi, su müharibələrinin baş verəcəyi faktlarını da inkar etmirəm. Ancaq su müharibələri tarixdə də olub, suya nəzarət həmişə önəm kəsb eləyib. Burada da mövzunu əhatəli analiz edəndə resurslardan düzgün istifadə olunmadığını görə bilərik. Böyük şirkətlər müstəqil media subyektlərini sıxışdırıb onları satın alırlar. İstədikləri formada manipulyasiya kampaniyası aparıb topluma nəyi istəsələr onu da təlqin eləyirlər. Əvvəllər köləlik zoraki yollardan olurdu, indi isə könüllü. Bahalı telefonlar, avtomobillər, geyimlər, ziyafətlər. Gücün çatmadığı halda sahib olmalı olduğunu düşündüyün minlərlə mənasız əşya. Nəyisə alanda bunun bir mənası, məqsədi olmalıdır. Səncə niyə hər birimiz kredit, taksit borclarını ödəmək üçün işləyirik? Bəlkə də əlindəki pulu yığıb özün üçün bir iş qura bilərdin. Maddi müstəqillik qazanardın. Övladlarının olmasını dərd eləməzdin. Qadının çalışması, sosial həyatda statusunun olması çox gözəldir, lazımlıdır. Ancaq mövzuya onların dediyi tərəfdən baxma. Bir də bu cür yanaş. Əvvəllər bir nəfərin çalışması evin dolanışığı üçün yetərli idi. İndi isə qadının çalışması məcburiyyətdir. Üstünlük, əlavə imkanlar yox. Məni düzgün anla. Buna məcburuq. Əks halda yaşamaq mümkün deyil. Xəbərim var ki, kişilərdə sperm sayı 1970-ci ildən bu yana təxminən 60% azalıb. Qadınlarda hormon balansı pozulub, sonsuzluq halları artıb. Hətta bəzi araşdırmalar göstərir ki, bir sıra kimyəvi maddələr orqanizmdə övlad sahibi olmaq istəyini və qabiliyyətini azaldır. Qidalarımızda, plastik qablarımızda, kosmetikamızda bu maddələr var. Eyni anda milyonlarla insanda testosteronun azalması, övlad istəksizliyi. Bəs səncə bu sadəcə təsadüfdür? Qadınlar uşaq sahibi olmazdan öncə karyera qurmaq haqda düşünürlər. Əksini deyənlər isə geridə qalmış, cahil adlandırılır. Azərbaycanda boşanma sayı 2023-cü ildə rekord səviyyəyə çatıb. Doğum rəqəmləri xeyli aşağı düşüb. İnsanlar artıq övlad sahibi olmağı məsuliyyət kimi deyil, yük olaraq görürlər. İşsizlik, evsizlik, psixoloji yüklənmə gəncləri ailədən uzaqlaşdırır. Bu məsələni analiz edəndə məni iki şey düşündürdü. Bir tərəfdən yaşlı insanların sayı çoxaldığından dövlətlər üçün pensiya yükü artır, işçi qüvvənin isə sayı azalır. Digər tərəfdən də süni intellektin ortaya çıxması ilə bir çox iş yerlərinə ehtiyac qalmır. Mağazalarda kassirə, fabriklərdə işçiyə, zəng mərkəzlərində operatorlara və daha neçə-neçə sahədə insan əməyinə ehtiyac yoxdur. Əvvəl 10 nəfərin gördüyü işi indi süni intellekt əvəz eləyə bilir. Çində tamamilə avtomatlaşdırılan avtomobil zavodu istifadəyə verilib. Bəzi ölkələrdə satıcı, kassir olmayan marketlər var. Bunlar uzaq gələcəkdə deyil, hazırda, elə indicə baş verir. Belə olanda isə sual yaranır. Əgər sistemin sənə ehtiyacı yoxdursa, səni nəyə görə çoxaltsın? Əksinə az, nəzarət olunan, pasiv, təcrid olunmuş insanlar,
Bu yeni dünyanın tələbinə daha çox uyğun gəlir. Sənaye inqilabı dövründə bir çox sahələr sıradan çıxdı. Avtomatlaşdırma işçi sayına olan ehtiyacı xeyli aşağı saldı. Ancaq həmin vaxt diplomlu insanlara hələ də ehtiyac var idi. İndi isə minlərlə diplomlu adam, ancaq məhdud sayda iş yeri var. Onlar əvvəlki kimi sistemin işlək olması üçün bu qədər insana ehtiyac duymurlar. Bu qədər adamı doydurmaq isə artıq sərf eləmir. Əksinə yükə çevrilirik. Onlara satdıqlarını alan, hətta bunu könüllü şəkildə sevə-sevə reallaşdıran insanlar kifayət eləyir. Çarx bununla da dönür. Orta təbəqə və yoxsullar aradan götürülür. Bəs sən nə düşünürsən? Bizi doğrudan da qəsdən azaldırlar? Yoxsa biz özümüz könüllü şəkildə yox olmağa razılaşmışıq? Fikirlərini bölüş, müzakirə edək.